Herkese salam. Bugün sizinlə MCI2 say sistemini nəzərə yetiririk. Deməli, baxırıq bunun ikilik rəqəmi onluq say sisteminə çevirdik. Biz gəlirik 2-nin qüvvətlərini 1, 2, 4, 8, 16, 32, daha sonra 64, 28, 256. Deməli, 32, 840, bu da edir 46, düzdürmü? 46, 256'nın üzerine 46 gelmiş oluruq. Burada eləyir 2, 1 yadda, 5 ilə 4-ün cəmi 9, 1 də yadda, 10, 0 yazsam 1 yadda, bu da eləyir 3. Deməli, birinci sualın cavabı 302 etmiş olaraq. Bir dəqiqə üzr istəyirəm. Davam eləyək. Növbəti sualımız ikinci sualdır. Burada da onluq say sisteminə keçirik 8-li ədəddən. İstənilən say sistemindən onluğa keçən zaman nə edirdik? Vurma qaydasından istifadə edirdik. Üzərinə 0, 1, 2 yazırıq. 4 vurulsun 8-in kvadratı plus 3 vurulsun 8 üzərinə 1 plus 7 vurulsun 8 üzərinə 0. Düzdürmü? Bu 64 vurulsun 4'dür. Eləyəcək, deməli 3 üstündə 6, o da 2 üstündə 2, yəni eləyəcək 256 plus 24 plus 7. Çox gözəl. 256'nın üzərinə 24 gəlirəm. 0, 7, o da 1, 8, bu da eləyir 280. 280'ın üstünə 7 gəlirəm, eləyəcək 287. Deməli, ikinci sualın cavabı 287 imiş. Keçək növbəti suala. 8'lik say sistemindən 16'lıq say sisteminə keçid etdik. İlk öncə onu vurğulamaq istəyirəm ki, 8'lik say sistemindən 16'lıq say sisteminə birbaşa keçid olmadığı üçün biz ya 10'luğa keçib sonra 16'lığa keçə bilərik, yaxud da ki, 2'liyə keçib sonra 16'lığa keçə bilərik. Mənim üçün ən sadə 2'likdən 16'lığa, 2'liyə keçib sonra 16'lığa keçməkdir. 2, daha sonra 16. Nə edirik? 5'in ikilik qarşılığı 1, 0, 1'dir. 4'ün ikilik qarşılığı 1, 0, 0'dır. 7'nin ikilik qarşılığı 3 ədəd 1'dir. Deməli, ikilik say sistemindən 16'lıq say sisteminə keçid zamanı isə 4-4 ayırırıq. 4-4 ayırırıq. 1, 2, 4, 8, 1, 2, 4, 8, bu da 1. Deməli, düzgün cavab 1. Sıfırları nəzərə almıram. Bura 6'dır. Burada da 0 nəzərə almıram. 7, 167, 16'lıqda olmuş olacaq. Keçək, deməli, bunun da cavabı 167 olmuş olacaq. Keçək bu suala. Fərqli say sistemlərdir və istəyir ki, onluqda gətirim cavabını tapın. Deməli, ilk öncə gəlirəm, bunu onluğa çevirirəm. 37 əsasına, yəni 3, 7 əsasına 8, 0, 1, 3 vurulsun 8 üzərinə 1, plus 7 vurulsun 8 üzərinə 0. Yəni, 24 plus 7. Bu da nə eləyəcək? 31 əsasında 10. İndi gəlin 45 əsasında 16'nı çevirək. 45 əsasında 16, yəni onluğa çeviririk. 0, 1, 4 vurulsun 16 üzərində 1 plus 5 vurulsun 16 üzərində 0. Bu da eləyəcək 64 plus 5, bu 5'dir. 64 plus 5, bu da eləyəcək 69 onluqda. 31 onluqda plus 69 onluqda, o da bərabərdir 100 əsasında 10 olmuş olacaq. Deməli, düzgün cavab 100. Keçək 5-ci suala. Bir dəqiqə, bunu biraz kiçildək. Bizdən 5-ci sualda nə istəyir? 6'lıq say sistemi verilmiş 325 6 ədədindən sonra gələn ədədi onluq say sistemini təsvir edə. 325 6'lıqda bundan sonra gələn ədəd ya üstünə 1 gəlibsə tapa bilərsiniz. Yəni çaşırsınız sərcə. Çünki 326 gələ bilməz, 6'lıq say sistemində 6 yoxdur. Deməli, mən belə deyirəm ki, belə eləyim, yaxşı. Şifahi tapa bilmirsə. 5 ilə 1'ini 6 edir. 6 6'lıqda var, xeyr. 0 yazsam 1 yazdım. Bu olur 3, bu da olur 3. 336'lıqda. Deyir, bunu onluq say sisteminə çevir. 330 əsasında 6, 0, 1, 2 yazırsınız. 3 vurulsun 6'nın kvadratı plus 3 vurulsun 6 üzərində 1. Bu da bərabərdir 3 vurulsun 36 plus 18. 8, 108 plus 18. Bu da eləyəcək 126 onluqda. Bizdən də bunu istəyirdi elə. Düzgün cavab 126. Bir dəqiqə elə bura 126'nı yazaq onluqda. Sonra keçək növbəti suala. Deyir ki, 6'lıq say sistemində ən böyük iki rəqəmli cüt ədədi 16'lıq say sistemini təsvir elə.
Altılıq say sistemində olan ən böyük 2 rəqəm ədədi. İlk öncə gəlirəm altılıq say sisteminin simvollarını yazıram. Çox gözəl. Bizə deyir ki, ən böyük 2 rəqəmin cüt ədəd. Ən böyük rəqəmim 4-dür də burada. 44 altılıqda. İndi bunu deyir 16-lığa çevir. Bunu 16-lığa çevirməyim üçün ilk öncə burada bir şeyə diqqət eləməliyəm. 44 altılıqdadır, birbaşa keçid yoxdur 16-lığa. Gəlib bunu 10-luğa keçirim birinci. Nə edərəm? 44 əsasında 6-nı 10-luğa çevirərəm. 4 vurulsun 6 üzərində 1 plus 4 vurulsun 6 üzərində 0. 4-ü 6-ya vuranda eləyər 24, üstünə də 4 gəl, etsin 28 10-luqda. Çox gözəl. İndi artıq 10-luqdan 16-lığa, yəni 10-luqdan hər bir say sistemin keçid zamanı bölmə qaydasından istifadə edirəm. 16-ya bölsəm, deməli 2 dəfə çox olar, 1 dəfə. Düşər 16, 28-dən də 16-nı çıxanda 12, bu da 12 də bütöv alındı, yəni bu C-dir, 1C 16-lıqda olmuş olacaq. Bu belə. Düz yazdıq mı? Ən böyük 2 rəqəmi cüt ədədən 16 say sistemini tap. 5-dir. Ən böyük 2 rəqəmi cüt ədəd 44-dür. 44-ü nə elədik? 4 vurulsun 6, 24. 24-ün üstə 4 gəldi. 28. 28-i də 16-lığa çevirəndə deməli 8-dən 6 çıxırsan 2, 2-dən də 1 çıxırsan 1. 1C. Çox gözəl. Bu da 1C. Keçək, yəni bunun cavabı 1C 16-lıqda. Keçək bu məsələyə. Bu məsələ ümumiyyətlə səhvdir. Bu məsələdə problem var. Düzgün qurmamışam bunu. Keçək 8-ci məsələyə. 8-ci məsələdə bizdən nə istəyir? Aha, dörtlük say sistemində bu formada verilib. Yəni, dörtlük say sisteminin simvollarını belə verib. A 0-dır, kodlaşdırıb kimi, belə deyək. B 1-dir, C 2-dir, D də 3-dür. Okay, yəni bunlar dörtlük say sisteminin simvolları. Bir 12 onluq ədədini dörtlük say sistemini ifadə elə. Yəni bunlarla ifadə eləyərsən. 12-ni çevirərsən dörtlüyə. 3, 12, 0. Nə oldu? 3, 0, dörtlükdə. Burada da 3-ümüz D-dir, 0-ımız isə A. D, A dörtlükdə olmuş olacaq. Düzgün cavab D, A. Burada da gəlirəm. Hanı? Burada D, A dörtlükdə olmuş olur. Keçək 9-cu suala. Maraqlı sualdır. Bir dəqiqə. Deməli, deyir ki, en sayılı məktəbdə informatika müəllimləri bu faiz diqqətli olun və riyaziyyat müəllimləri bu qədərdir, yəni bu nəfərdir. Bu məktəbdə informatika və riyaziyyat müəllimləri ümumi səyini tapın. En sayılı məktəbdir, burada həm info müəllimləri var, həm də riyaziyyat müəllimləri var. Riyaziyyat. İnfo müəllimləri, baxın, 1, 2, 4, 8, 16, 32. 35 faizdir. 1, 2, 4, 8, 10, 2, bu da 13. 13 nəfər də riyaziyyat müəllimləridir. 13 nəfər də. Yəni, bizdə en sayılı məktəbdir. İnformatika və riyaziyyat müəllimləridir. İnformatika ilə riyaziyyatın cəmi bizə 100% verir. Bizdə 35%-ə informatika düşübsə, riyaziyyatın payına nə düşəcək? Riyaziyyatın payına 65% düşəcək, düzdürmü? O zaman yazıram. 13 nəfərə, buradan yazıram. 13 nəfərə 65% düşürsə, bəs 35%-ə neçə nəfər düşər? X. X-ı da tapsam, 35 vurulsun 13, bölünsün 65. 65 ilə 13 ixtisar gedər, bura düşər 5. 5 ilə də 35 ixtisar gedər, bura düşər 7. Deməli, 7 nəfər informatika müəllimi var. 7 nəfər buradadır, 13 nəfər burada. Ümumi informatika və riyaziyyatın sayı 20-yə bərabər imiş. Deməli, 20 nəfər riyaziyyat informatika müəllimləri var imiş. Keçək cüt ədədləri müəyyən eləməyə. Bura 20 yazaq. Baxın, sırazu baxan kimi görürəm ki, Y düzgündür. Çünki həm ədədin əsası
cütdür. Üzr istəyirəm, həm ədədin sonu cütdür, həm də əsası cütdür. Çox gözəl. Y düzgündür. Bu səhvdir. Niyə? Çünki əsas cüt ola bilər, ədədin son rəqəmi təşdir. Ona görə bu ədəd cüt ola bilməz. Daha sonra bizdə bir qayda var. Əgər ədədin əsası təşdirsə, o zaman bu ədədin rəqəmləri cəminə baxmaq lazımdır. Əgər ədədin rəqəmləri cəmi cütdürsə, deməli bu ədəd cüt olacaq. Ədədin rəqəmləri cəmi təşdirsə, deməli bu ədəd tək olacaq. O zaman baxıram. 9 ilə 7, 16, o da 4, 20. Deməli, bu ədəd cütdür. Çox gözəl. Baxın, burada da əsas təşdir, ədədin sonu da təşdir. Amma bu ədədin rəqəmlərinin cəmi 11 il. Ona görə bu cüt ola bilməz. Burada da eyni qaydada əsas cüt olsa belə, deməli, sonu təşdir. Ona görə də bu da düzgün olmaz. Düzgün cavab C və Y variantlar. Gəlin, siz də bir dənə bunu ətraflı danışım sizə. Gəlmişsən. 1. Ədədin sonu 0, 1, 0, 2, 4, 4 və s. ilə və əsası 2, 4, 6, 8 və s. ilə bitərsə ədəd cüt olacaq. Tamam mı? 2. Ədədin sonu tək, yəni 1, 3, 5, 7 və s. əsası cüt olarsa, yəni 2, 4, 6 və s. bu ədəd tək ədəd. Üçüncü qaydam isə ədədin əsası tək olarsa, sonu fərqi yoxdur. Sonu istəyir 0, 2, 4, 6 ilə bitsin. İstəyir 1, 3, 5, 7 və s. ilə bitsin. Fərqi yoxdur. Ədədin rəqəmləri cəminə baxırsınız. Cütdürsə cüt, təkdirsə tək olmuş olacaq. Çox gözəl. Bu bizim qaydamızdır. Yadda saxlayın. O günkü vəz sınağında da buna uyğun bir misal düşmüşdü. 11-ci sual səhvdir. 12-ci sual. Baxaq görək 12-də nədir? Hesablamadır. Hesablayaq görək nə çıxır ortaya. Deməli, 2A 10-luqda istəyir. 2A 16. 0, 1. Eləyir 32 plus 10. Eləyəcək 42. Necə tapdım? 2 vurulsun 16 üstünə 1 plus 10 vurulsun 16 üstünə 0. Okey mi? Elədi 42. Çox gözəl. Hamısını tək-tək çevirəcəm. Sonra gəlirik nəyə? 3, 7 əsasını 8 çevirəm 10-luğa. 3 vurulsun 8 üstü 1 plus 7 vurulsun 8 üzərinə 0. O da bərabərdir 24 plus 7. Bu da deyəcək 31. Çox gözəl. 20 əsasında 3. 0, 1. Daha doğrusu 2, 0 əsasında 3. 2 vurulsun 3 üstünə 1, yəni eləyir 6. Çox gözəl. Yəni 42 plus 31 çıxılsın 6. Deməli, bundan bunu toplayırsan 73, 73-dən 73-dən də 6-nı çıxanda eləyəcək 67. Burada da düzgün cavab 67 olmuş olacaq. Burada yazaq 67-ni. Bir dəqiqə. 67. Keçək bu suala. Bu sualı elə də oturub bir-bir hesablamağa ehtiyac yoxdur. Baxıram 17-ni 16-ya vurub, axırda 2, 3 alıb. 7-ni 6-ya vuranda 42 eləyir. 42 eləyir, amma 2 yazıb da. Baxın, buradan məsələn, mən necə bilə bilərəm ki, bu hansı say sistemidir? Gəlirəm, minimum bu hesablama 8-lik say sistemində ola bilər. Çünki 7-lik say sistemində 7 yoxdur. Məsələn, gəlib 8-ə bölürəm. 5, qalıqda 2. Həqiqətən də, bura 2 yazsam 5 yadda. 6 dəfə 1-in 6, yəni bunu saxlayıram belə. Yazmıram da. Oy, üzr istəyirəm, saxlayıram, hesablayıram belə, prosta. 2-ni yazıram 5 yadda. 6 dəfə 1-in 6, 5 də yadda eləyir 11. 11 yoxdur. 8-ə bölsəm 1, qalıqda 3. 3-ü yazırsam 1 yadda. Düzdürmü? Bir dəfə 7-nin 7, bir dəfə də 1-in 1. Toplayırsan. 2 düşür bura olduğu kimi. 7-nin 3-ün cəmi 10 eləyir. 10 da 8-lik say sistemində yoxdur. 2-ni yazsan 1 yadda. Bu da 2-ni də qabağa atırsan. Bir dəqiqə. 222. Niyə? 7-ni 3 gəlsən 10. 18-lik də yoxdur.
1 qalıqda 2. 2-ni yazırsan 1 yadda. Bura 222 olmaymış. Səhvən yazmışam yəqin ki. 300 bir də baxaq. 6 və 7-nin 42. 6 və 6. O da 5 yadda 11 yoxdur. Ayda bura 1 atırsan axı. Hə, 322. 1 at. Bura 1-i yazmağı unutmuşam. Aha, 322. Deməli bu hesablama hansı say sistemindəymiş? 8-lik say sistemindəymiş. Deyir, həmin say sisteminin ən kiçik rəqəmləri fərqli 3 rəqəmin tək ədədini. 3 rəqəmdir. Ən kiçik deyir, ilk simvoluna 1 yazıram, sonra 0 yazıram. Burada tək dediyi üçün, rəqəmləri fərqli dediyi üçün 103 yazıram. Deməli 103 103 8-likdə olmuş olacaq. Deməli 103 8-likdə. Nə deyir? Ədədlərin ikilik sayısının təsviri zamanı həcmlərin müəyyəni və arasındakı fərqi tapın. Biz nə demişik? Demişdik ki, 8-lik say sisteminin hər simvolu ikilik say sisteminin 3 bit yer tutur. 16-lıq say sisteminin hər bir simvolu ikilikdə 4 bit yer tutur. Burada neçə simvol var? 3 simvol, ümumi 9 bit eləyir həcmi. Burada neçə simvol? 3 simvol, ümumi 12 bit eləyir həcmi. Bunların arasındakı fərq də 3 bitdir. Üzr istəyirəm, 4 bitdir. Aha, 4 bitdir. Keçirik aşk cədvəlinə. Aşk cədvəlinə baxaq görək, burada nə məsələdir. Aha, bizdən aşk cədvəlində 6 və 2 simvollarının cəmini 7 say sistemində ifadə edir. İlk öncə biz nə edirik? 8 40-dırsa, 7 39-dur, 6 da 38-dir. 38 onluqda. Diqqətli olaq. Bizdən 7-lik istəyir, burada da onluq kod var. Sonra gəlirəm Q hərfini tapmaq istəyirəm. Biz yadda saxlayırıq ki, böyük hərfin üzərinə yalnız bu onluq kodlara keçəlir. 32, bax böyük onluq, 32 onluq gələndə kiçik onluq kodu eləyir. Çox gözəl. İndi böyük hərfim Q-dur. Q-nun üzərinə 32 gələndə kiçik Q eləyir. Mən böyük Q-nu tapmalıyım, çünki kiçik Q-nu verib. Q plus 32 bərabərdir 113. Birini verib, birini istəyir də. Ya da bəzən verəcək böyüyünü, kiçiyini istəyəcək. Bundan da, bunu çıxanda eləyir 81. Deməli, bizim onluq kodumuz 81 imiş. Gəl bunu cəmləyək, sonra çevirək 7-liyə. 9, 8 ilə də 3-ün eləyir nə? 119. 119 tapdıq mı? Tapdıq. Çox gözəl. İndi 119-u çevirmək lazımdır. Nəyə? 7-liyə. Elə 119 7-yə tam bölünür, səhv eləmirəmsə. Hə. 119-u 7-yə bölündə 17 tam. Bura 119 düşür, bura 0 düşür. 17-ni 7-yə böləndə 2 dəfə 14, bura düşür 3. Bu da eləyir 237, yəni 230-7-likdə. Düzgün cavab 230. Gəlirəm, burada yazıram 230-7-likdə. Sonra bu məsələlərə baxaq. Aha, bu məsələ deyir ki, 1024, 512, gəlin o tərəfə ataq bunu. Baxın, yazıram buradan 1024, 512, 256, 842. Fikir verin, 2-nin qüvvətləridir. 1024 var, 512 var, 256 var, 8 var, 4 var, 2 var, 1 yoxdur. Ona görə də bura 0. Düzgün cavab budur. Daha sonra bunu yoxlayaq. İndi bu biraz başqa cürdür. Bu biraz başqa cürdür. Fikir verin, 32, 16, 8, 4, 2, 1, bir dənə də 1 var. Bu 1-i saxlayıram hələ ki kənarda. Bunların hər biri var. Hər biri var. 5 dənə, üzr istəyirəm, 6 dənə 1 yazıram. 1, 2, 3, 4, 5, 6. 6 dənə 1 yazdım mı? Buradır da bu. Bu 6 dənə 1-in üstündə bir dənə 1 gəlirəm. 1 gəldim. Oldu 1, 0, 0. 0, 0, 0. İkilikdə olmuş olacaq. Bunun da nəticəsi budur. Sonra keçək buna. X-i müəyyən elədik. Eləyə, problem deyil. 13-ü vurub 14-ə 204 alıb. Bu minimum 5-lik say sistemi ola bilər. Gəlin bunu 5-likdə hasil eləyək görək. Bu 5-lik say sistemidir. 4-ü 3-ə vurursan 12 eləyir. 12 5-likdə yoxdur. Bölürsən 2 dəfə
Qalıqda da 2 qalır, düzdürmü? Deməli, bu 5-likdə hesablanmayıb. Çox gözəl. Keçirəm, mən bunu 6-lıqda hesablayıram. Hesablayaq, problem deyil. Deməli, 3 dəfə 4-ün 12 eləyir. 12-ni 6-ya bölünür. 1 qalıqda 0 eləyir. Deməli, bu da 6-lıqda da hesablanmır. Gəlin 7-likdə hesablayaq. 4 dəfə 3-ün 12. 12 7-likdə yoxdur. 12-yi 7-yə bölürsən 1. Qalıqda nə qədər qalır? 4. Aha, çox gözəl. 4-ü yazırıq, 1 yadda. Hələ ki, son rəqəmi aldım. 4 dəfə 1-in 4, 1 də yadda 5. 5-i bura yazıram. Bir dəfə 3-ün 3. Yazdım bura. Bir dəfə də 1-in 1. Aha. 4 düşür bura. 5-in üstə üstəyəni 8 edir. Mən 7-də hesablamışam bunu, düzdürmü? 7-likdə hesablayıram. Gəlirəm. Bura 1 düşür, bu da 214 edir. Mən bu 7-lik say sistemində də deyilmiş. Siz o axırıncı 4 alan kimi qaçıb burada deyib heç vaxt 7-ni tapmayın da. Çünki görürsünüz 7-də ödədi, lakin bizdə 7-lik deyilmiş. Çünki 204 oldu. Gəlin 8-likdə hesablayıram. 8-likdə hesablayaq. 4 dəfə 3-ün 12. 12 eləyir, 8-likdə yoxdur. 1 qalıqda 4. Düzdür? 4'ü yazıram 1 yadda. 4 dəfə 1'in 4, 1 də yadda 5. Bir dəfə 3'ün 3, bir dəfə də 1'in 1. Toplayıram. Bura düşür 4. 3 ilə 5'in 8 edir. Yoxdur, 0 yazıram. 1 yadda, bu da eləyir 204. Deməli, bu hansı say sistemindəymiş? 8'lik say sistemindəymiş. Keçək buna. Deməli, buraya yazaq 8. Keçək bu 19-cu suala. Deməli, 75 əsasında 8, 0, 1. 7 vurulsun 8 üstünə 1, 105 vurulsun 8 üzərinə 0. Bu da eləyir 56 üstə gəlsin 5, bu da eləyir nə? 61. Deməli, sonra 49 əsasında 15-i çeviririk nəyə? Onluğa. 4 vurulsun 15 üzərinə 1, plus 9 vurulsun 15 üzərinə 0. Bu da bərabərdir 60 plus 9 edəcək 69. Nə istəyir bizdən? Bunların cəmi 61-in üstünə 69 gəlirsən, bu da eləyər 130. Buna cavabı 130 eləyəcək. Keçək bu məsələyə. Bu məsələ abituriyentə düşməz. Prosta sinif kitabından götürmüşəm bu sualı. Deməli, bu şəkildə verilən ifadəni 8-yə çevirmək üçün ilk öncə onluq hissəsini 1 çevirirsən. Yəni, tam hissəsini 1, kəsir hissəsini 1 çevirirsən. 12-ni 8-ə belə gedəcəyik. Onluqdan 8-i necə keçirdiksə elə. Bir dəfə 8-in 8, bu da eləyir 4. Burada belə yazırsan 14 tam vergül. İndi kəsir hissəsini ayrı hesablayırsan 0 tam 123. Vurursan 8-ə. 8 dəfə 3-ün 24 eləyir. 2 yadda. 8 dəfə 2-nin 16. 2 də yadda 18. 8-i yazsan 1 yadda. 8 dəfə 1-in 8. 1 də yadda 9. Bu da 0 tam 984 eləyir. Sonra yenə 8-ə vurursan. Bu biraz çox uzun gedir. Burada mən 2-yə qədər 2 tam hissəyi yuvarlaqlaşdırma yazmalıydım. Yazmağı unutmuşam. 8 vurursan 32 3 yadda. 8 dəfə 8-in 64, 3 də yadda 67, 7-ni yazsan 6 yadda, 9 dəfə 8-in eləyir 72, 6 da yadda, düzdürmü? 6 da yadda 78, 8-i yazırsan 7 yadda, 8 dəfə də 0-ın 0, bu da 7. Çox gözəl, hələ ki gözəl gedir. İndi 8-ə vururuq. Mənə əslində 2 vergül dəqiqliyi ilə lazımdır. Burada mənim cavabım 2 vergül dəqiqliyi ilə olsa 12 tam 0,7 eləmiş olacaq. Üzr istəm 14, üzr istəm 14 tam 0,7. Biz çevirmişik yaxı bunu 14 tam 0,7. İndi istəməsə belə gedirik. Hara qədər gedirik? Burada sıfırlar alınana qədər getməliyik. Burada biraz alınmır. 8 dəfə 16 1 yadda, 7 dəfə 8 56 1 də yadda, 57 5 yadda, 8 dəfə 8-in 64 5 də yadda, 69 6 yadda, 8 dəfə 7-nin 56 6-nın da üstünə gəlsən 62 62 də yoxdur. Axı burada ola bilməz, yaza bilmərsən bunu sən bura. Burada 6 qalığı qoyursan 62-ni 8-ə bölüb yazırsan bunu bura. 6 qalıq qalır, həmin o qalığı yazırsan. Onlar 14 tam 0,76. Sonra yenə bunu 8-ə vura bilərsən. Yenə belə gedəcək. Orada sizə, yəni əgər belə bir sual düşsə, bu cür belə bir şey düşə bilməz. Çox beyin qarışdırıcı nəsə. Düşsə də, ya uzun gedirsə deyəcək vergüldən sonra 3
3 vergül dəqiqliyi ilə, 2 vergül dəqiqliyi ilə yaz. Yaxud da yəni sadə düşəcək. Bu cür çətin düşməyəcək. Buna cavabı 14,076. Burada bir sualın izahında qaranlıq qaldı nəsə. Bir dəqiqə, hansı idi o? Nəsə beynimdə qaldı ki, o sualı səhv elədim. Bir dəqiqə. 3 vurulsun 3, 9 bit. 3 vurulsun 4, 12 bit. 4 bit. Deməli, qalan heç bir səhvimiz yoxdur. Əla. Bu günlük bu qədər. Hər kəsə xoş izləmələr.